Zabrat-Kürdəxanı şosesindəyik. Təxminən 30 metrlik məsafədə mütəmadi olaraq həm avtomobillərin, həm də piyadaların iştirakı ilə qəzalar baş verir. Dayanacağı bir maşın gəlib vurub tamamilə yox eləmişdi. Yolun o birisi tərəfində də eynən həmin bir mənzərə yaranmışdı. Arkada işıq dirəyinə dəyib. Sonra burada piyada keçidlərində sayısız hesabsız ölüm olub. Son 5-6 ayda ən azı 30-dan çox qəza olub burada. Ən az 2 ölüm var. Burada hər zaman hadisə olur. Mən şahid olmuşam. Dəfələrlə burada insan həyatını itirib burada. Keçə bilmirik. Yolumuz çətindir. Heç bir maşın saxlamır burada. Özünüz də görürsünüz ki, heç bir maşın saxlamır. Ərazidə çəkiliş apararkən maraqlı məqamlar ortaya çıxdı. Yolun hər iki tərəfində avtobus dayanacaqlarının nişanları mövcuddur, lakin birində dayanacaq var, digərində yoxdur. Bunun səbəbi isə qəza nəticəsində avtomobilin dayanacağı çırpılmasıdır və hələ də yeni dayanacaq quraşdırılmayıb. İkinci məqam, piyadaların keçidi üçün nişan qoyulub, amma xətlənmə silinib. Yolun digər tərəfində də yenə daha bir qəza nəticəsində piyada keçidinin nişanı çıxarılıb və hələ də bərpa edilməyib. Sakinlər problemin təkcə sürətdə yox, yolun təşkilində olduğunu deyirlər. Mütəxəssislər də çıxış yolunun tək cərimə yox, mühəndis həlləri olduğunu bildirirlər. Sürətli yollarda yerüstü keçidlər təhlükəlidir. Bunun qarşısını almaq üçün belə deyək də asan yol svetofordur. Sürücülərin sürəti azaltmasına məcbur edici vasitələrlə təsir göstərsin. Bu da asfalt üzərində müəyyən çıxıntılardır ki, sürücü artıq əvvəldən bilməlidir ki, piyada keçidinə yaxınlaşanda sürəti 50-yə salmalıdır. Məsələnin digər tərəfi isə mövcud vəziyyətin necə yarandığıdır. Aidiyyəti qurum bildirir ki, çatışmazlıqların aradan qaldırılması istiqamətində iş aparılır. Həmin ərazidə sürət həddi 50 km/saata endirilib və piyada keçidləri təşkil olunub. Lakin yol nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə düşmüş piyada keçidi yol nişanı və dayanacaq pavilyonları ərazidə təmin olması mümkün olmadığından götürülmüşdür. Hazırda yol nişanlarının bərpası və nişanlama xətlərinin çəkilməsi istiqamətində işlər aparılır. Qeyd edək ki, Kürdəxanı istiqamətində dayanacaq pavilyonu bərpa edilib, əks istiqamətdə isə dayanacaq pavilyonları bərpa ediləcəkdir. Təhlillərin nəticəsinə əsasən müəyyən edilib ki, yolda hərəkət sürəti aşağıdır, yəni 50 km/saatdır. Həm də piyada intensivliyi az olması baxımından işıqfor obyektinin quraşdırılması məqsədə uyğun deyil. Vətəndaşlar isə yaxın müddətdə müvafiq tədbirlərin görüləcəyinə ümid edirlər. Rauf Məmmədov, Rüstəm Abdullayev, ASTV Xəbər.